Bilmirəm, babalı öz boyuna, amma bir nəfər mənə yazdı, göstərə də bilərəm yazısını. Yazdığını göstərə bilərəm. Mənim qabağıma çıxırdı o Tural deyilən bir adam var. Çıxıb o, bir-iki dəfə TikTok'da da gəzirsən qabağına çıxır ki, Rufo deyilən Gəncəskini çox pis söyüşlərlə söyür. Söyür. Deməli, bir-iki dəfə qabağıma çıxıbdı mənim. Yanıqlı söyür. Dedim, məsələn, üstündən keçdim də, biraz izlədim, üstündən keçdim. Yəni, çox anlayışım var bu söhbətdən. Bir də gördüm, bir nəfər atıbdır. Qabil, biz Rufo'nun yaxın adamlarıyıq. Bəs sən bu Turalın cavabını ver də, bu düzgün hərəkət eləmir. Düzdür, o 135.000 pul veribdir. Amma o pulu verən Rufo'nun yanındakı həm Rəşaddır, Mehmandır, bir iki nəfər adam var. O pulu o yiyibdir deyir. O pulu onlar yiyibdir. Rufo'ya aidiyyatı yoxdur, belə elə. Bu Rufon söyür, Rufo yaxşı oğlandı, belə də elədir. Sən bir dənə onu nə tərs elə, başa sal da, ya nəsə, bilirsiniz də mənim defirimə çıxan nə olur? Ya belə işarə ilə çıxır, ya belə işarə ilə çıxır. Qabilin efirinə ancaq düzgün oğlanlar çıxır. Və Qabil düzgün deyirsə deməli düzgündür, səhv deyirsə səhvdir. Nə olur olsun, kim olur olsun, ən əziz adamım olsa belə. Hədislər yazdılar, bir şablon da yazıblar ki, bu belə olub, hadisə belə olub, belə başlayıb, çıx yenə o Turalı çıxardı efirə bir dənə, ya özün ondan efirdən danış, onu biabr elə. Mən də dedim ki, qağa, açıq deyirəm, açıqca yazdım, istəyiz göstərə də bilərəm. Dedim, qağa, mənim efirim o vaxtda Roma çıxdı, Rufo'dan bir-iki xoş söz dedi. Mən də bir-iki xoş söz dedim. Mən də bir-iki xoş söz dedim, bəli. Amma bu o demək deyil ki, o xoş sözlər o günə aid idi, bu günə aid deyil, birincisi. Mən hər işinə görə sağ ol deyən adamam. Dünən işinə görə sağ ol, bugünkü işinə görə cavab ver deyən adamam. Danışıram, mən yazdıqca o zəng eləyir, ya da yanındadır, bilmirəm. Yəni, hiss olunur ki, yaxın adam. Dedim, Rufo'nun sağında olan oğlan da mənə çıxdı. Nə bilim, kim idi? Mənə çıxdı. Efirdən 10 dəfə dedim. Efirdən 10 dəfə dedim. Hələ 10 dəfə dedim az deyirəm, 100 dəfə dedim. Hələ bir 10 dəfə ən azı Rufo'nun adını çəkərək dedim. Hanı bu ölkənin söhbət xırdalayan oğlanları? Hanı zakonşikləri, hanı bu oğlan? Nətəri Şamaxılı qızın, körpə uşağının yanında Şamaxılı qızı, balaca körpəsinin yanında zorlayan Aşıq Namiki qoşmuşam efirə. Aşıq Namikə deyirəm, sən mi bunu zorlayırsan? Deyir, yox. Axı sən dünən Az TV'də, Azərbaycan televizyonunda bir hansısa televiziyada boynunu almışsan, axı deyirsən, mənə oyun qurublar. Amma mən efirə çıxartdım, özünü itirdin. İndi deyirəm, o qızı sən uşağının yanında zorlayan sənsən, zorlamaq istəyən. Bu belliyir. Yox, mən deyiləm. Mən də dedim, yalancının anasının bayısını belə söyə bilərəmmi? Başladı məni söyməyə. İndi burada 50 dəfə dedim, öyle haçan vaxtım idi. Uşağın mağazindən ağlıya çıxardan 1 euroluq şey ala bilmədiyim vaxtları idi. Məhkəmələr bura yox, bura qədər dirənən vaxtları idi. 12-15 məhkəmənin xərcini ödədiyim vaxtları idi. Dedim, efirdən dedim, deyirlər, söhbət xırdalayan bir dənə Rufo qalıb. Aşıq Namik bir dənə kurs eləsin, söhbətə, nə bilim, neynəsin. Axı o birinci məni söyüb, o körpə uşağın yanında qadını zorlayıb, onu efirə çıxartmışam, yalan danışıbdı. Nəm indi də məni məhkəməyə verib. Axı mən o məhkəməyə uşağımın boğazına kəsib verirəm. Yaxşı, 10 dəfə Rufo'nun adını çəkəndə, bu efirdə 10 dəfə Rufo'nun adını çəkəndə, Rufo bir dənə aşıq, bir dənə çəkəndə, hətta onun sağında oturan belə mənə çıxanda, niyə bir dənə Aşıq Namiki başa salanmadılar? Başa salanmadılar ki, sən körpə qadını, uşağının yanında qadın zorluysan, hələ buna görə Qabili birinci söyürsən. Rufonu başa salan, Rufo bir dənə Aşıq Namiki başa salanmadı. İndi mən Talehi başa salmalıyam. Talehi başa. İndi sabah prezident olanda bunu belə adamlar barədə ölçü götürəcəyəm.
Baxın ha, istəyir milyonçu olsun, iş adamı olsun, vəzifəli olsun, vəzifəsi olsun. Mən bilirəm, ha! Bax, İlham Əliyev görürsünüzmü? İlham Əliyev xalqdan tutarıb. Xalqa belə qoz da qoymur İlham Əliyev. Qoz da qoymur İlham Əliyev. Çünki, bax, Erdoğanın daşşağının qırağından gedir Trump'ın yanına, Trump'dan gəlir İngiltərə edir, İlkral ailəsi, rədd edir, Rockefeller ailəsi, ümumiyyətcə Mehribanı qovub yanından. Ay ki, Netanyahu belə ən yaxın adamı 2 dəfə Allah'tı gəlmədi. COP29 boykot olun, ora bay. Bugün baxırsınız Trump'ın dalına necə qaçırlar İlham Əliyev, bizimkilər. Ha, bunlar artıq bilirlər ki, xalqı məhv eləyiblər. Daha İlham Əliyev qızıldan don geyinsə də, qızıl tepsidə bu xalqa yemək getsə də xalq ona inanmayacaq. Erdoğan da bu gündədir. Bunlar xalqdan bütün irtibatı. İndi bunlar yuxarı o Trump'ın daşşağından yapışmaqdan, daşşağından ağzından yapışmaqdan İlham Əliyev və nələr eləməkdən hakimiyyətdə qalan masalarda salamat qalmaqlarının və əmlakçıların dünyanın əmlakçıların salamat qalmasının, sanksiyalardan uzaq olması, sanksiyalardan düşənin də sanksiyalardan çıxardılmasının necə deyim, canfəşanlığını eləyirlər bunlara. Bunlar xalqdan tutarıqdır. İndi qardaş, təmiz söhbət eləyirəm. Nə yaxşı oğlansan hə sənə? Qabil gedəcək iş adamlarına deyirəm ha buradan iş adam. Qabil gedəcək. İlham Əliyev hələ getdə. İlham Əliyev bu qədər. Əvvəllər deyirlər İlham İngilisə də pul verir, Rusa da pul verir. İlhamı hər yerdən qovalayıblar. Bax, Çin 11 milyard İlhamı ziyana saldı. Çin 11 milyard. Putinlə üzdə güya dalaşdılar, yenə dalda barışdılar. İndi də Putinlə mehriban düşmədilər. Putinlə şərikdir İlham Əliyev. Bax, yenə deyirəm. Xalqımızın istəyir məmur olsun, vurulan məmur, vurulmayan məmur, vəzifədə olan olmayan. Bax, bunu ağıllı adamlar hamısı bilir. Hamının daşınan daşınmaz əmlakının maya dəyərinin 80% və qazancının 80% İlham Əliyev. İlham Əliyev də o 80% Putinlə şərikdir. Putin indi ya İlhamı öldürüb hamısına sahib olacaq. Çünki hər halda %50 barajından yuxarı Putin indi minimum baraj İlham Əliyev. Ya Putin İlhamı öldürtdürəcək. Yəni bunlar zaten ad dəyişdirməlidir, isim dəyişdirməlidir, sifət dəyişdirməlidir. Sağ qalacaqlarsa belə. Bütün hallarda. Necə ki Hitler dedilər, dünən sırağa gün Argentinada ölübdür. Ona qulluq eləyən arvad danışdı ha. Yəni indi bunlar da deyələmədən ad, sifət, müfət dəyişdirməlidirlər. Yəni indi Putin ya İlham Əliyev öldürməlidir həqiqi, ya da ölüm adından birinci bunlar, daha axırıncı da Putin komandası yox olmalıdır, axırıncı da Putin. İndi sözüm indi ondan getmir. Sözüm indi ondan gedir ki, belə bir vaxtda sən kör görürsən ki, vitse-prezident postular verilir. Mehribanı rədd eləyirlər. Mehribanı rədd eləyirlər. Görürsən ki, Qod Nisanovdan şeyxin qudası Hacı Qalib 10 hektara görə biri deyir 4000. Rəsmi saytlarda var, devlət saytında. Qod Nisanovun adamı Səid gəlib, Çeçen Səid dəstəsindən. 4000 silahlı adamımız var Bakıda. Nəslini qırarıq. Qalib də deyir ki, nəslimə artıq sözümü demişəm, nəslimə. Üstəlik, mənim milyonlarla təriqətimə də fətvamı vermişəm. Cihadımı, yəni cihad çağırış eləyəcəyəm. Gəl savaşaq. Baxın ha, Hacı Qalibə baxın ha. 10 hektar, əlbəttə ki, bunların bütün qazancı belə xalqın oğurladıqlarından qazanıbdı 10 hektar Bakının İlham Əliyevin dirənən zabor. Amma baxa, xalqımın sərvəti də olsa, amma dədədən uzun Elçibəydən də qabaqdan o torpaq onun idi. Elçibəydən, o devirdən, ondan da qabaqdan o torpaqlar Qalibin idi. Baxın ha, Qalibin nəslinə, özünə məxsus idi. Baxın, o adam Qalib deyir ki, milyardlara sahib olan Qalib, şeyxin qudası. Nə qədər şirkətlər, deyir, axırıncı nəslimin axırıncı adamı öləcək, silahlı, silahsız savaşacaq, amma bu torpağı Qod Nisanova verməyəcək. Bundan qabaq İlham Əliyev bəyləri salmışdı onun üstünə. Məhkəmədə bəylər uduzdu. Şeyxdən qorxdular. İndi bəylər biraz da Mehribanla davada zəiflədi. İndi soxubdu Qod Nisanovu, onun Çeçen dəstələrini qabağa. Qod Nisanov demək İlham Əliyev deməkdir. Qudalıqları bir yana prezident aparatının bütün o maşınları, safravajdat eləyən maşınları Qod Nisanov hərləyirlər. Baxın, görün ölkə nə hala gəlibdir.
Görün ölkədə vəziyyət nə həddədir. Artıq İlham bu gün rədd olar. Bu həftəmi, gələn həftəmi, bu ayımı, gələn ayımı. Belə bir zamanda yaşayırıq. Hər an yatırsan, durursan, Türkiyədə bu gündən darbə olmadı. Erdoğan qaçsa İlham yoxdur. Tomahawk silahlarını da verdilər. Kreml bu gün vurulacaq? Putin qaçacaq ya Putin məhv olacaq? Sabah mı? Qadan olayım. Nətərdir? Birinci həmlə dünyanın planı fevral ayıdır. Rusiya Kremlin yanması fevrala qədər baş verib tutarmalıdır. Bu ayda ola bilər, gələn ayda. Kremlin yanması fevral. Bu nəticə alınmasa, yəni istənilən nəticə alınmasa, aprelə bütün işlər tamamlanmalıdır. Qadan olayım, belə bir vaxtda vəziyyət qəti imkan tədbiri tələb elədiyi vaxtda Xalq Cəbhəsi fəaliyyətə keçib, Natiq Adilovu tapan verdim, indi haran açırsa Natiq Adilov oradan çıxır. Belə bir vaxtda Osman qızı Qənimət, Tural Sadıqlı, bizim özümüz, belə bir vaxtda aktivlik vaxtı. Mən gedib fəhlə işləyəcəyəm, hambal işləyəcəyəm fəhlə, məcburiyyətdən. Çünki elə bir məsələ var, məcburiyyətdən. Mən işləyəcəyəm, gəlib efirimi də yola verəcəm. Xalq kasıblarla dərdləşəcəyik, xəbərləşəcəyik, hakimiyyətə gələcəm. Sən gəlib deyəcəksən ki, mən hansısa, nə bilim, ad qazanmış adam idim, mən hansısa məmur idim, mən hansısa iş adamı idim, mən səni sevirdim, mən səni belirdim. Dəlisənsə, mən bu günləri Rufoya adamı çıxdı mənə, Turaldır, nədir o söyən oğlan. Onu, yəni dərsini verə bilərsən, başa sala bilərsənmi də, düzgün hərəkət eləmir. Dedim, bugün mən dedim, Rufo, 10 dəfə burada efirdə deyəndə, Aşıq Namik haqsızlıq eləyib də, söhbəti xırdala. Çıx da söhbəti kurs ol da, xırdala da, gözü vaxt deyirsiniz, haqqın yanındasınız. Çıxın xırdalayın da, haradaydınız onda? Niyə eşitmədiniz məni? Niyə bugün eşitməliyəm sizi? İndi sabah hökumətin başına gələndə hələ, gör nələr eləyəcəyəm. Gör nələr eləyəcəyəm. Mən bilirəm hökumətdən kimlər əlaqəlidir. Mən bilirəm kimlər xalqa qənim kəsilir. Mən bilirəm bir erməninin qulağını burmağa cəsarət eləməyənlər bu xalqın başına nələr oynaçır Türkiyədən belə. Mən bilirəm Şərurun 60 neçə kəndi var. 46 kənddən artıq hər kəndin öz mafiyası var İstanbulda. Mən hər şeyi gözəl bilirəm. Mən Heydər Əliyevdən də dəhşətli adamam. Mənim qabağımda nazir şalvarına batırmadsa, deməli mən prezident deyiləm. Mən sadəcə Heydər Əliyev kürdlərə, ermənilərə xidmət eləyən adam idi. Mən isə xalqa xidmət eləyən olacaq. Bunu dedim sizə. Prezident cəsarətli olmalı. Mən prezident olsam bütün iqtisadiyyatdan tutmuş maliyyə qədər başına qoyacağım dünyanın ən savadlı adamı Quba Dipadoğlu. Mən prezident olsam kim hansı mərtəbəyə layiqdir o mərtəbəyə də çıxacaq. Amma adamın abrı olar, həyası olar. Neçə blogerlərimiz imkansızlıqdan tərk elədilər. İmkansızlıqdan. Bizə kim kömək eləyib? Hansı erməni maliyyəşdir? Bir-iki dənə suvaqçı, bir-iki medsestra, bir-iki adam, bir ay çığırdım, bağırdım, özümü yırtdım, dağıtdım, bir ay. 1500 euro pul yığıldı, nəhayət özüm getdim işləməyə. Qadanam, amma Qurban Məmmədov dedi, kompüterim yanıb, gecə ilə 22.000 dollar, funt sterling gəldi ona, gecə ilə, bir sutka çəkmədi. Demək ki, Qurbanı sevənlər klanlardır, Naxçıvanlılardır, klanlardır Qurbanı sevənlər. Qurbanın ayaqda qalmasında maraqlı olan qüvvələr var. O qüvvələr hamısı vəzifədədir. Qurbanın İstanbulda 2 dənə evini göstərdim. Mən 5 mərtəbə villasının aynalarını qırdılar. Ondan danışanda məni söyürdünüz ki, bəziləriniz yalan deyirsən. Qurbanın bir evdə 4 şirkəti var. Mən bugün Qurbanın videosunu paylaşdım Facebook'da. İndi burada da göstərəcəm zaten onu. Çünki mənim dediyimə haqq kazandıran bir videoda onu göstərəcəm sizə. O boyda saqqala ağarmış adam bakirə qızlardan danışır və haqq kazandırdım, indi verəcəm onu efir. Yəni nə demək istəyirəm, qardaşlar? Nə demək? Saat ən yaxşı vaxtda yaxalamışıq.
ən yaxşı vaxtda meydana atılmışıq. Baxın ha, ən yaxşı vaxtda meydana atılmışıq. Necə ki, Amerika, dünya Rusiyanın belə zəif vaxtını tutublar. Putini 30 ilə yaxın Almaniyada yetişdirdilər. Necə ki, Rusiya artıq 06 ilə 07 Qazeldən hücuma keçirlər Niva ilə. Artıq baxın, nə günə düşüblər. O boyda dünyanın ən güclü ordusu nə günə düşübdür. Baxın, Rusiyanı belə bir vaxtı yaxalayıblarsa, Rusiyanı parçalamamış əl çəkməzlər. Rus siyasəti deyil, İngilis siyasətidir. Parçala hökm sür. Rus nə poxdur ki, nə də siyasət olar. Nə poxdur ki, nə də siyasət olar. Bax, deyirəm. Bizə maşın sürürük. M21. Rusiyanın istehsalı 46-cı ildir, nə bilim, neçənci ildir. Bu maşın, nə bilim, Rusiyanın istehsalı 56-cı il, bu 70-ci il, bu 60-cı il. Pox yiyirlər, başın daşa döyürlər. Ruslar ən güclü motor istehsal eləyən Ruslardır. Kim? İşğal altında eləyəndə Almaniyanı işğal altında eləyəndə Ruslar, işğal altında olanda. Bütün o sistemi oğruyub aparıblar. İstər motoru, istərsə də bütün maşını. Bax, siz M21'i mənə göstərin, mən o sizə 23-cü, 25-ci, 30-cu ilin versiyasını göstərim. Siz deyin, bu M21 Azərbaycanın neçənci ildə çıxdı? Bu Çayka neçənci ildə çıxdı? Bu neçə? Mən onun bütün versiyasını Almaniyada sizə göstərim. Bütün versiyası. Hətta 01-06'ya qədər. Bunlar heç bir dizayn eləmə, bir maşın şəkili. Sumerlər 4500 il bundan qabaq çəkibləri, o Hiroşima, Nagasaki'yə düşən bombaları, velosipedi, Nokia telefonu, şəkillər tabletdə var, neçə min tabletdə. Bunlar heç, Rusların heç bir obraz yaratmaq da şey yoxdur. Nüvə silahı Azərbaycanı orada şeyləyibdir. Bütün işlərini görüb. Kosmik sistem Azərbaycanı iş eləyirsən ki, altından çıxır. Rusun başı mı var? Araqdan içib, sərçə başı boyda da cücüyə dönübdür. Rus nə qanır, nə var, nə yox. Hamısını oradan buradan oğrayıblar, lazım olan dünyanın masaları, o 5 dənə masa. Lazım olan vaxt lazımı gücü verir, lazım olan vaxt lazımı gücü hansısa devlətdən alır, hansısa devlətə verir. Çox qutardı. Tarix boyu, tarixi yaxşı oxuyun, tarix boyu Ruslar tək öz gücünə bir dənə savaş qazanmayıblar. Dünya bax, son 1000 illərə baxın. Öz gücünə Ruslar bir dənə savaşı qazanmayıblar. Hamısı bir qara Tatarlar, Başqırtlar, yəni bu qara millətlər, hamısı Tabara saran, o birisi 100 neçə cürə qara millət, hamısından istifadə edibdi, bizi basıb savaşa, bizi qırdırıblar. İndi də baxın, o gün bugün video keçib əlimə, bəlkə də beləcə sizə göstərdim. Nə qədər tutublar, əsər tutublar. İçində bir dənə Rus yoxdur. Bir dənə Afrikadan belə var, bir dənə Rus yoxdur. Deyələn, ona görə, qardaşlar, bu hallar yaxşı ki baş verir. Bu Allahın bir lütfüdür. Allahın bir lütfüdür. Bu siz sabah məni qaldıracaqsınız, prezident. O zirvəyə qaldıracaqsınız. Mən bilirəm sizi. Mən sizin kəramətinizi bilirəm. Kəramətə Mehriban Əliyev verib bir balaca çərçivə içinə salsa da, mən xalqımın kəramətini bilirəm. Var biri fərdi kəramət, biri var milli kəramət, xalqın milli kəraməti. Bir var qüdrət, bir var xalqın ümumi qüdrəti. Mən bilirəm, siz mən o kürsüyə qaldıracaqsınız. Amma heç kim, kim olur olsun, heç kim mənim maraqlarımı çalaraq xalqın cibinə girəməyəcəklər. Buna bir dəfəlik əmin olun. Ona görə necə deyək, bir oğlanı ki qoruyurlar narkomaniyadan, tiryəkdən, narkotikdən, araqdan, bir oğlan ki ata böyüdür, institut oxudur, bir halal süd əmmiş də qız tapır. O halal süd əmmişi də pozğunluqdan, ondan, bundan, əxlaqsızdan qoruyublar. 11 illik dədəsi apardı, getdi məktəbə, suyu üfrə verdi içməyə. Yəni, o qoruyurlar, halal ailə qurulur. Halal, təməli möhkəm, oğlan sağlam, qız sağlam. Elə bir ki, yetişdiribsiniz bir qabili, zirvələrə qaldırıbsınız, o daşı dığarıya, o qayanın başına çat vaxtı, ora çatdıqsa, ölkədə cəmiyyət, demokratik cəmiyyət quruldu deməkdir, gözəl bir sistem olacaq və həmən vaxtı bir balaca büdrəməkdən daşı salar aşağı, bir də o daşı qaldırmağa, bir də yeni bir qabili qaldırmağa böyük bir zaman lazım ola bilər.
Değerlenmez. Hamının gözündə şübhə var. Mənim də gözümdə şübhə var. Hətta şübhələrimi efirdə də demişəm ki, Əli Kərimin hökumətdə özdə çox pis bağlılığı var. Bu şübhələrimi dilə də gətirmişəm hətta. Amma mənim ki bağlılığım yoxdur. Mən ki Almaniyada Alman devlətinin qoruması altındayım. Almaniya yeganə mənə, bəlkə də indi ola bilər bir-iki nəfərdir, amma mən bilirəm ki, tək adamlar var ki, Alman devləti xüsusi qorumaq üçün maliyyə vəsaiti ayırır. Onlardan biri mənəm. İnşallah da xalqın gücündən real səs vermə olsa ölkənin başına özüm gələcəm. Bax, Aşpada mübahisə olubdur. Aşpada bir mübahisə olubdur. Deyiblər ki, bir nəfər Əli bəyə yaxın adam deyib ki, Qabil söyüş söyəndir, nə bilim nədir. Orada çox adam oldu, başqa. Deyib ki, bəs Qabil söyüş, Trump da söyüş söyür deyir. Amma real razısanmı ki, real səs vermədə Qabil Əli bəydən də çox, bütün hamıdan çox səs toplayır. Əli bəy deməyib, hamıdan çox səs toplayacaq Qabil Azərbaycanda real seçimdə. Deyib, bəli, onunla razıyam. Qabil hətta 2 dəfə artıq səs toplayan ən güclü adamı 2 dəfə geridə qoya bilər. Bəli, razıyam. İndi sözüm indi ondan getmir. Artıq söyüş siyasətin bir parçası oldu. Necə ki, dəyərli həmvətənlər, necə ki, korrupsiya bu diktatura sisteminin, idarəçilik mexanizminin əsas sistemi idi. O val idi, əsas valı idi. İndi siyasətdə də artıq söyüş siyasətin bir parçasıdır. Erdoğan söyür, Trump söyür, Putin söyür. Qardaş, hamısı, Lavrov söyür. Ham söyürdü. İlham Əliyev söyür. İlham Əliyev ilə hərəkət edir, söyüşdən də betərdir. İlham Əliyev faktiki xalqın qız gəlinlərini ərəbə satır. Ala, bax, deyim mi? Ala, birdən deyərsin. İndi əvvəl mən deyəndə deyirdi Qabil. Əvvəl mən deyəndə deyirdi, bəlkə indi Qabil əsəbindən nə bilim, nəyindəndir. Belə düşünərdiniz. Əfqan bəyin yayımlarını qoyuram, Qənimət bəyin yayımlarını qoyuram efirə. Ki, aya, qardaş, tək mən deyiləm, İlham Əliyev qadın alver edir. İlham Əliyev Bakirə qız alver edir. Mən deyiləm. Osman qızı da bundan danışır. Hamı bundan danışır. Hətta üstü örtülü Azərbaycanda o Hürriyyət TV var. Nəydi? İlqar müəllim idi, yoxsa İqbal idi, nəydi? Hər nəysə o adam da, Vüqar müəllim də bundan danışır. DSX-da olan skandallardan, qadın alverib. İndi baxın, dəyərləmədən. Bax, Qurban da danışır. Bax, görürsünüz, yaxşı şey olanda mən o gün Rəfail Piriyev, nə olsun mən söyür? Rəfail Piriyevin də videosunu paylaşmışam. Ha, qardaş, mənim şəxsi problemim var. İstər məhkəmədə, istər meydanda, ringdə görüşəcəyəm. Amma ümumi maraqlar varsa, ümumi mən vurduğum yerə kimsə də zərbə vurursa, mən onun qarşısını kəsəmərəm. Hələ ona su verərəm ki, biraz qolun güclənsin, bir dənə də yaxşı vur. Baxın. Mən bunlar bilmirəm açığı. Öyle dedi ki, deyəsən mətbuata zamanımız sızdırılıb bu şeylər. Mən sual verdim o yoldaşa ki, bəzi adamların cəzalandırılmamasının səbəbi nədir? Mən bunu eşidəndə dəhşətə gəldim. Mən müəyyən şeylə bilirdim, şübhələnmişdim. Deməli, Bakır qızları seçirlər miqrasiya dairəsində. Onlar oradan deməli kötüdürlər. Sərhəd qoşunlarını ayrı vəzifələrə görə. Orada Elçin Quliyev oradan istədiyi kimi istifadə edir və yuxarılara tədarük edir Bakır qızları. Elan verirlər. Müəyyən boyda, cavan, nə bilim, figurası belə, gözəlliyi belə, yalnız gözə gələn qızlar seçilir vəzifələrə və onların bakirəliyi yoxlanılır. Bir qadın qız demir ki, sən mənim bakirəliyimi yoxlayırsan burada. Qızların bakirəliyini yoxlayırlar. Bakirəliyi təsdiqlənən qızlar haqqında Elçin Quliyevə hesabat verilir. Sərhəd xidmətinə. Gəlirlər sərhəd xidmətindən. Elçin Quliyev qızları seçir. Kimlər hara göndərilməlidir? Göndərirlər. Sərhəd qoşunlarına, Elçinin yanına.
Elçin orada özü kimlərdən istifadə edir, özü bilər və yuxarıya kimləri göndərir, bunların hamısı gizli qeydiyyatdan. Onlar xoşbəxt olurlar. Sorranırlar. Bunlar hamısı mükafatlandırılır. Deməli, bu qızlar, bu qadınlar hamısı onunla yatağına keçirməklə videolara çəkilir, şantaj olunurlar və başlayırlar ciyərləşdə dövlət idarələrində obyekt kimi istifadə olunurlar. Bugün onlar vəzifələrdədir. Bəli. Azərbaycan bu vəzifə. Əlin Ağayevin işi bundan ibarətdir. Dəyərli məsələ. Hamısının qorxu və çıxışlarla düşməsinin fərqində olun. Dəyərli, mən bunu hər gün deyirəm. Bilmirdim açığı. Qurban Məmmədov bunu indi təzə bilir deyir. Mən bunu bilmirdim açığı. Bax, indi mən cavan oğlanam. Mən belə şeyləri gözdən yayındırmıram. Hər zaman efirə verirəm. Mən bunu, Qurban görürsünüz, Qurban Məmmədov deyir, mən bu bilmirdim deyir. İndi bildim. Amma mən bunu nə qədər bilirəm, nə qədər, hələ sizin deyim sizə. Dövlət Sərhəd Xidmətində bir türk var, türk. Gətiriblər ora. Adamdır da orada süni mayalanma da var, süni mayalanma. Gəlirlər ki orada, məsələn, mənim bu qohumumdan, mənim bu tanışımdan, ya kataloqda kimdənsə, ya məsələn türk, yəni mənim mayasından uşaq, dünyaya uşaq gətirmək istəyir. Çox adam deyir mənim öz ərimdən. Nə olsun indi alındıra bilmir, amma maya götürürlər öz ərindən uşaq dünyaya gətirmək üçün. Yəni süni mayalanma. Nə deyirlər o türklər, nə deyirlər ona, nə bəbək deyirlər, nə bəbək deyirlər, hər nəysə. Bir türk həkim var orada bu işə baxan. Bütün qadınlara o türkün spermasından mayalayıblar. Baxın ha. Nə qədər istəyir DSX olsun, istəyir mülki adam olsun. Gəlib DSX-nın hospitalında. Mənim uşağım olmur. Mən istəyirəm bir süni mayalanma ilə özümdən, yoldaşımdan, ya hansısa bir tanışımdan, qohumundan, ya yaddan bir maya götürmək. O türklər tüp bəbək deyir, tüp bəbək. Və hamısının mayasını o türkdən götürülmüşlər. Hamısının mayasını. Bunları ortaya qoyacağım. Gəlin bax, Qurban Məmmədovun bir ayağı burada, bir ayağı ki orada. Qocalıb o yaşında. Ağsaqqal da deməyə dilim gəlmir. Bu adam, gör, bakirə qızların belə o qədər dəhşətlidir ki, o qədər bu utanmadan o qədər artıq bunu açıq şəkildə edirlər ki, Qurbanın da qulağına çatıb. O da bu dəhşətli hadisədən danışır. Bundan Əfqan Muxtarlı çox danışıbdır. Mən lap çox danışmışım. Dəyərli vətəndaşlar. İndi baxın bir kadr da verəcəyəm. İndi bir kadr da efirə verəcəyəm. Əlbəttə ki bu kadr deməli orada bir həkim qadın var. İnan Allaha. Əfqan Muxtarlı rəsmi olaraq nələr qoydu ortaya? Rəsmi olaraq. Sənəddən, subutdan birbaşa qanunsuz klinika DSX-nın nəzdində. Qanunsuz içində DSX-nın. Qanunsuz doğum evi. Nələr qoydular ortaya? Nələr qoydular ortaya? Bir orada bir şey var, qadın həkim var. Oranın rəhbəri. Allah, 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 Allah. Boy. O adamdan daha qalmadı kimlər danışır. Ana uşaq ölümü, nə qədər uşaq ölübdür, nələr, nələr, nələr. Heç nə toxunmadılar ona. Vətəndaşların nə qədər şikayətlərini verdim efirə. Nə qədər şikayətlər xanımlara etiraz elədi bu, ona qarşı. Cinayətçi belə qaldırmırlar. Qaldıranda da bağlayırlar. Yaxın vaxtlarda mən təzdən onunla danışacağım o hospitaldan. Şikayətçilər elə bilməsinlər ki, onlar qabilə şikayət elədi, ya mediada şikayətləri çıxdı, bunlar boş qaldı. Bunları verəcəm mediaya.